Böyük bir şəxs meydançada uşağa müraciət etdi. Nə etmək lazımdır? Ən yaxşısı uşaqla əvvəlcədən bu vəziyyəti müzakirə etməkdir. Əgər yad birisi onunla danışmağa çalışsa, nə etməlidir? Qayda çox sadədir. Nə baş verirsə versin, yad insanlarla danışmaq olmaz. Uşaq həmişə nəzarət altında olmalıdır ki, yanında valideynlərin etibar etdiyi bir böyük olsun. Əgər bu, sizin gözünüzün qarşısında baş verirsə, böyüyə izah edin ki, siz uşağınıza yad insanlarla danışmağa icazə vermirsiniz. Əgər uşağınız kiməsə narahatlıq veribsə və yad bir böyük onunla münasibətləri aydınlaşdırırsa, söhbəti öz üzərinizə yönəldin. Uşağınızın əvəzinə siz cavab verin. Məsələn, üzr istəyin, başqasının kürəyini qaytarın. Əsas odur ki, uşağın yad insanlarla birbaşa ünsiyyətinə yol verməyin. Uşağın hələ həyat təcrübəsi yoxdur və o, hansı böyüyə etibar etmək olar, hansına olmaz, bunu başa düşmür. Ona görə də ən yaxşısı uşağınızın yalnız sizin etibar etdiyiniz böyüklərdən başqa heç bir böyüklə ünsiyyətinə icazə verməməkdir.